hələ bir gələcək özü bir sualdır. Bugün nə etməliyik, o mühümdür. Bəli. Yəni, bugün mən neynəməliyəm? Bugün öhdəliklərimizi eləyək, gələcək ona uyğun istiqamət tapacaq. Çünki gələcək bugünün nəticəsidir. Yəni, mənim bugünümün sabahıma təsiri var. Sabahım nəticə də bugün səbəbdir. Bugün etdiyim, attığım addımları, gördüyüm işlər, əməllərim hamısı sabaha neyini formalaşdırır. Ona görə o qədər gələcəyə fokuslanmaqdansa bugünə təmərküzləşsə daha yaxşı olar ki, bugün mən neyniyim? Allahın rəhmət əli var, yədullah var, sən elə bilmələ sən hesabladığın kimi hər şey geyəcək. Allahın elə bilmədiyin yerlərdən elə bir işlər görər ki, min heysular yəhdəsib güman eləmədiyin yerdən. Və bir də Allah insanın doğrudan bəndə kimi yaşayanda neyniyir? Zaten onun əlindən tutur. İndi bilməm, çətinliklər olmayacaq, çətinliklər ola bilər, olsun. Amma elə də deyir ki, çətinliklərin qabağında elə yıxılacaq yerine, möhkəm də dayanıb hərəkət edəcək.